Hamınıza salam dostlar. Bugün sizə TradingView necə istifadə olunur onu başa salacağam. İlk öncə açıqlamadakı linkdən və ya Google adı TradingView yazaraq gedə bilərsiniz saytına. Sayt budur. Ən üstə çıxar yəqin ki. Bunu girdikdən sonra siz burada ilk öncə bir dənə hesab açmalısınız. Hesab açmaq çox sadədir. Buradan dili seçirsiniz, istədiyiniz dili, sign in-ə basırsınız. Burada Google-dan da çox asanlıqla qeyddən keçə bilərsiniz və ya emailinizi yazaraq da qeyddən keçə bilərsiniz. Aha, hesabımız açıldı. Buradan gəlməliyik biz super chat hissəsinə. Aha, sizə də eynən bu ekran açılacaq. İlk öncə bunu buradan bağlayırıq sağdan ki, ekranımızı tam təmiz görək. İlk öncə gəlin standart ayarlardan başlayaq. Buradan ilk öncə dili türkçəyə çəkirəm ki, daha rahat hərəkət edə bilək, siz də anlayasınız. Burada ilk öncə avtomatik olaraq bizim həcm indikatorumuz gəlir. Bunu çıxartıram chatdan və başqa bir dənə partiyaya keçək. Buradan necə partiya dəyişdirirlər, hamısını başa salacağam sizə, neyi necə eləməlisiniz. Gəlin ilk olaraq ayarları eləyək. Sağ klik edib ayarlar hissəsinə gəlirəm. İlk öncə simvol. Simvoldan başlayaq. Bu arxadakı simvolları necə istəyirsiniz? Təməl xatt, kənarları, mən kənarları daha çox qara seçirəm bərəngimiz bilinsin deyə. Mən çartbəri istifadə edirəm ya bərəngimiz ya da bu məsələn yaşıldsa, yaşılın daha tünd bir variantını istifadə edirəm ki, gözümü daha yaxşı deyilsin. Qırmızının biraz daha tünd versiyasını. Fitillər də normal olaraq qalır. Zaman dilimi bizdə +4-dür. +4 Dubai və ya fərqi yoxdur bunların. Durun çizgisinə gələndə burada loqo var. Bu buradakı hissənindir. Ad bunlar hamısı qalsın. Mən çubuq dəyər dəyişimi və qrafik dəyərlərini bağlayıram. Bu da onun arxa planıdır. Bu da standart şəkildə qalsa yaxşı olar. Ölçəklər. Bu fare imlecidir. Bu gördüyünüz kimi mişqadır. Digər şeylər də burada normal şəkildə çox dəyişdirəcək bir şey yoxdur. Yəni o qədər də necə deyək, üstünə gedəcək bir şey yoxdur. Canvas var. Bunu arxa planın dəyişdirə bilərsiniz. Məsələn, baxın burada rəngi mavi edə bilərsiniz və ya ağdırıla bilər. Çox onsuz ağda və ya tünd şəkildə istifadə edir. Qara şəkildə istifadə edən var, boz şəkildə istifadə edən var. Ən rahatı ağdır deyə ağdı istifadə edirik. Buradakı rəngləri itirmək var. Bu baxın, burada rənglər var. Onları itirə bilərik. Dikər və yataq olaraq şəkildə burada heç bir də olaraq seçə bilərik. Baxın, arxa tərəflərimiz qalır. Bu da plus işarətinin yanlarındakidir. Bunu biraz tündləşdirə bilərsiniz. Bu buradakı plus işarətlərdir. Arxadakı plus işarətlərdir. Bu arxada xəttlər olur. Onu da ki, buradan seçə bilərsiniz. Mən işlətdiyim ayarları gətirirəm. Siz də istədiyiniz ayarlarda dəyişdirə bilərsiniz. Burada olaylar da budur, xəbərləri falan göstərir sizə. Mən buradan baxmıram deyə buraları bağlayıram. Ümumiyyətcə qalır əlimə bələnəkimiz bir dənə təmiz səhifə. Ümumiyyətcə bu kənarlarını da qaraltmağımın səbəbi bu idi ki, daha uzaqdan daha rahat görsənə bilsin. İlk öncə gəlin sizə buradakı alətləri tanıtım, nə işə yarayır. Bu plus işarəti, bunu ox kimi istifadə edə bilərsiniz. Buradan bir şey seçmək üçün. Burada plus üstəgəl işarəti olaraq da istifadə edə bilərsiniz. Nöqtə olaraq da istifadə edə bilərsiniz. Bunun heç bir fərqi yoxdur. Hamısı eyni işə yarayır. Buradan ancaq plusu istifadə edirəm mən. Burada başlayaq. İkinci xəttdən trend çizgisi. Trend çizgisi nədir? Bu əyri xəttlər adından da anlaşıldığı kimi trend xəttlərin çəkmək üçündür. Burada hər bir trend xəttinin burada bələnəkini çəkə bilərik. Yəni analizləri eləmək üçündür. Bu bütün xəttlərin ümumiyyətcə bütün araçların da hamısının bir-bir ayarlarını eləmək olar. Məsələn, mən bunun rəngini qara edirəm. Pikselində 3 piksel edirəm, daha görünür olsun deyə. Məsələn, burada bütün ayarlamalarını da özünüzə uyğun şəkildə eləyə bilərsiniz. Sonra burada işim var. Bu işin nə işə yarayır? Bu baxın, bu xətti çəkirik, bu sadəcə sonsuza qədər getmir. Bu işin isə bu xətti sonsuza qədər aparır. Məsələn, burada qoyduqsa bunu, baxın. Bura qoyduqsa bu sonsuza qədər gedir. Yəni işin də bu işə yarayır. Ki, keçmişdən bir gələn qrafikə baxmaq istədiyinizdə, məsələn, bu buradan düşür. Bunu bu şəkildə buradan tutduğunuzda artıq siz bunu buradan dartmırsınız. Özü avtomatik sonsuza qədər gedir bu bələnəkimiz. Daha sonra üçüncü yerdə bilgi çizgisi var. Bu daha çox istifadə eləməyəcəyiniz bir şeydir. Bu niyyədir? Buradan bura neçə çubuq var, nə qədər faiz gedib, gəlib, onun üçündür bu. Məsələn, buradan bura, baxaq 3% qalxışdır. Neçə çubuqda, bunu nə üçün istifadə edə bilərsiniz? Bəli bir şey. Məsələn, buradan bura neçə çubuqdan, bir çubuqda bir gündür. Bizdə havalı onları izah edəcəm sizə. Buradan bura 19 çubuqda, yəni 27 gündə gəlib 80 dərəcəyə bir çubuqdur və 7 tam %24% qalxış olub. Bu bizə bunu göstərir. Daha sonra trend açısı var. Bunlar sizə daha heç bir şəkildə çox lazım olacaq bir şey deyil. Gəlin sizə lazım olacaq şeyləri deyim. Yatay çizgi, trend xəttləri qoyduq. İndi isə gəldi dəstək direnciləri də bununla çəkirik eyni şəkildə. Bu sadəcə yatay bir xəttdir. Dəstək xəttlərini çəkmək üçün bunu dediyim kimi rəngin istədiyiniz kimi dəyişdirə bilərsiniz. Məsələn, mən qara istifadə edirəm. Ağ arxa fonda qara daha gözəl görsənir.
Ondan sonra digər sizə bir işinizə yarayacaq bir şey yarımçıq, həmin xəttlərin yarımçıq formasıdır. Hardan qoyursunuzsa, baxın bunun da rəngini dəyişdirəm istədiyim kimi. Hardan qoyursunuzsa, oradan başlayır. O bütün sonsuza qədər gedirdi. Bu isə harda qoymusunuzsa, oradan bu tərəfə. Buradan sağa avtomatik olaraq sonsuza qədər gedir. Bu da onun dikey versiyasıdır. Beləlikimiz dikey bir şəkildə bunu istifadə edə bilərsiniz. Mən bunu çox istifadə edirəm. Bunu da gələcəkdə görəcəksiniz necə bir şeylərdə istifadə etmək olar. Bunu necə istifadə edə bilərsiniz? Məsələn, baxın altda görsəniz 20 Aralıq 2022. Bunu mən üçün buradan qoya bilərsiniz ki, buradan sonrasına fokuslanım mən. Və ya bu həftədən geriyə fokuslanmayım, ancaq bura fokuslanım. Elə kimi şeylərdə istifadə etmək olar. Ondan sonra paralel kanal, bu da trend çəkmək üçündür. Məsələn, bunu bəyənib yaparsınız, avtomatik paralel kanalı bu sizin üçün çəkir. Trendin paralel kanal versiyasıdır bu da. Bunu yatay şəkildə eləmək olar. Bunun fərqi yoxdur. Burada orta xəttdə də göstərir sizə eyni zamanda. Burada geriyə qalan şeylər işinizə yaramayacaq sizin. Burada Fibonacci'miz var bizim. İkinci sırada burada Fibonacci istifadəsində sizə gələcək. Başa salacağım, sadəcə üstdən gedirəm ki, hansı alətlər hardadır biləsiniz. Burada ümumiyyətcə qalan çox şey lazım olmayacaq. Bizə lazım olacaq şeylər bunlardır. Bunlar da uzun pozisyon nədir? Bunu buradan atırsınız. Necə əməliyyat açırsınızsa, oradan uzun pozisyon, yəni long pozisyon deməkdir. Burada qısa pozisyonda short pozisyon deməkdir. Bunu buradan, yəni satış deməkdir. Bunu da buradan beləlikimiz qoya bilərik. Məsələn, deyək ki, siz buradan long əməliyyat almaq istəyirsiniz və ya short əməliyyat almaq istəyirsiniz. Açırsınız bunu buradan. Qoyursunuz, stopumuz haradır? Stopumuz buradır. Take profitdə burada götürəcəyik. Beləlikimiz bir sxem qura bilərsiniz Trading View üzərində də. Burada fırça alətimiz var. İstədiyimiz şeyi üstündə çəkə bilərik, işarətləyə bilərik. Yazımız var, emojilərimiz var, xəttkeşimiz var. Bunu hardan hara, ya deyim kimi ölçüm cihazının sadəcə keçici forması. Bunu bəlkə keçici formada baxa bilərsiniz. Geriyə qalan şeylərlə də çox işimiz olmayacaq alətlərlə. Burada gəlirik time frame-lərə. Time frame-lər nədir? Yəni hansı uzunluqda görmək istəyirsiniz? 1 dəqiqəlik şam var. Bir şam nə qədər uzunluqda olsun? 1 dəqiqəlik şamlarda 1 dəqiqəlik şam, yəni 1 dəqiqədə yaranır. Bu bir şam 1 dəqiqə içində yaranır. 5 dəqiqəlik şamlarda da bir şam 5 dəqiqə içində yaranır. Bunların necə desək, hamısı bir-birinə uyumludur. Məsələn, bu bir şam içində 5 dənə şam var. Sonra gəlir 15 dəqiqə. Burada bu arada çox time frame var. İstədiklərinizi yuxarı yığmaq üçün belə ulduza basa bilərsiniz. Məsələn, ən çox istifadə edəcəyimiz vaxtlar 1 heç istifadə edəməyəcəyik hardasa 5, 15 dəqiqə, 45 dəqiqə, 1 saatlıq, 4 saatlıq, 1 günlük, həftəlik time frame-lər. Bu da yuxarıda gəlir verənkimiz 5 dəqiqəlik time frame. 15 dəqiqə, 45 dəqiqə, 1 saat, 4 saat, günlük və həftəlik olaraq burada görə bilərsiniz. Ondan sonra gəlir şam şəkilləri. Hansı cür şamlar var, onların da hamısı burada qabağımızdadır. Bunların hardasa heç birini istifadə etməyəcəyik. Bizə şam lazımdır, Yapon şamları. Bəzi hallarda da lazım ola biləcək bizə Hekinashi-dir. Hekinashi-də burada görə bilirik. Bunları da eyni şəkildə ulduzlayıb yuxarı yığa bilərsiniz. Ancaq yəni onlarda o qədər işiniz olmayacaq. Göstərgələr, burada istədiyimiz göstərgəni tapa bilərik. RSI var məsəl üçün ən bəsitindən. Yazırıq, gəlir bizim üçün bura. Buradan da kömək ala bilirik. İndikatorlardan kömək məqsədli istifadə edə bilirik. Ondan sonra Trading View-da nə var? Burada gördüyünüz kimi bəzi şeylər var. Nasdaq-dır, S&P-dir. Bunları məsələn mən buradan silirəm. Niyə silirəm? İndi göstərəcəm bunların hamısını sizə. Məsələn, mən saxlayıram bunları. Kriptoda bunları. Burada bunları niyə yığırsınız? Burada bunları daha rahat seçmək üçün məsəl üçün buradan daha rahat seçə bilirsiniz. Bunları da buraya yığa bilirsiniz bu sayədə. Məsələn, indi gələk Bitcoin-in həftəlik yox 15 dəqiqəlik üzərinə. Burada göstərgələri sizə başa saldım. Burada paritəni necə dəyişmək olar? Məsələn, mən getmək istəyirəm Ethereum-a. Heç nəyə girməyinizə ehtiyac yoxdur. Maksimum bura gələ bilərsiniz. Bunun üstünə basa bilərsiniz. Ancaq ona da ehtiyac yoxdur. Heç nə. Chartdayam. Sadəcə Ethereum yazıram. Gördüyünüz kimi hərfləri basmaqla açıldı. ETH yazıram. Ethereum çıxır promoyuna. Ethereum dollar. Ethereum dollar qrafikinə gəldim və mən buradan bu qrafikə baxıram. Yəni Trading View-un o qədər də çətin bir istifadəsi yoxdur. Necə desəm, buradan sadəcə analiz üçün istifadə edirik bunu. Ancaq ən çox da burada vaxt keçirəcəyik. Niyə? Çünki analiz eləmədən heç nə eləmək olmaz. Əməliyyatları həmişə ən doğru analizlə almalıyıq. Bu eğitim serisinin içində də sizə necə lazımdır mən bunu hamısını göstərəcəm. Daha dəqiq bizimlə bir yerdə olmaq istəyirsinizsə Telegram kanallara gələ bilərsiniz. Telegram qrupumuz, kanalımız hamısı açıqlamada var. İstifadə edə biləcəyiniz brokerlər Forex tərəfində, kripto tərəfində hamısı açıqlamalar hissəsində var. Kanala da abunə olub video like atmağı yaddan çıxarmayın ki, videoların daha çoxu gəlsin kanala. İndi mən sizə başqa bir şey də göstərəcəm. Bunları da favorilərə ekləmə. Favorilər necə? Məsələn, mənim ən çox istifadə edəcəyimlər. Budur, məsələn. Budur, paralel kanal yox. Dikeydir.
Sonra buradan gəlsək, dikdörtgəndir. Bunların hamısını yığa bilirsiniz və bir yerdə sabitləyə bilirsiniz. Mən onu bir az sizə öyrətmək çalışdım. Məsələn, mən öz chartımı açım sizə. Öz chartımda gördüyünüz kimi burada mən yığmışam hər şeyi özüm üçün ki, buradan rahatlıqla analiz eləyə bilim. Buradan da qrafik görünümünü sıfırlaya bilərsiniz. Baxın. Sonra çizimlərin hansını qaldıra bilərsiniz. Məsələn, baxın, qrafikimiz çox doludur, çizimlər var. Burada 7 çizimin hamısını qaldırırıq və heç nə qalmır. Məndə indikatorlar da var bir neçə dənə indi. Bunların da hamısını sizə yavaş-yavaş göstərəcəm. Videoluq hələliklə Trending View-un istifadəsini öyrətdim sizə. Yaxın zamanda da bütün analiz yöntəmlərini də sizə göstərəcəm. Dediyim kimi, videoya like ataraq belə videoların tez-tez gəlməsinə bizi təşviq edə bilərsiniz. Biz də nə qədər dəstək göstərsək, o qədər tez-tez sizin üçün video çəkib atmağa davam edəcəyik. Burada bir arada bir şey göstərmişsə, burada ekran görüntüsü rahatlıqla ala bilərsiniz hər hansı bir yerdə paylaşmaq üçün. Məsələn, bizim Telegram kanalımız var. Biz orada öz analizlərimizi başqalarına paylaşırıq, başqaları da bizimlə paylaşır və orada bir-birimizə kömək oluruq. Məsələn, bu dostumuz burada analizini atıb, daha sonra necə yekunlaşdığını atıb, başqa bir dostumuz burada aldığı, götürdüyü məbləği yazıb, xeyrini paylaşıb. Burada sizə gələrək bu topluluğun içində bizimlə bir yerdə trade edə bilərsiniz. Videomu bu qədər izlədiyiniz üçün hamınıza təşəkkür edirəm. Sağ olun.